Peyğəmbərə salavat. Allahumma salli ala Muhammad ve ali Muhammad. Allahumma salli ala Muhammad ve ali Muhammad. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü es-sena'u lillahi rabbil alamin. Vel akibetu lil muttaqin. Summa salatu ve selamu ala Resulillahil amin. A'ani Ebel Kasimi Muhammed. Allahumma salli ala Muhammad ve ali Muhammad. Sallallahu aleyhi ve alihi ve sellem ve ala ahli beytihi tayyibin tahirinel ma'asumin. Seyyema namusun dahr veliyyel asr Hüccet ibnil Hasan. Accelallahu Teala faracahu şerif ve la'netullah ala a'daihim ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Esselamu aleyküm ve rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zamanın salamat olması, Nazanin qəlbinin bizlərdən razı və xoşnud olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcilinə salavat hədiyyə elə. Allahumma salli ala Muhammad ve ali Muhammad. Ramazan-ı mübarəkdir, Xudavənd-i Mutal bu ayın feyzindən bizləri kənar salmasın. 2 Qədir gecəsi keçib, 3-cü Qədir gecəsi öndədir. O gecə ibadət itaətlərimizi qəbul eləsin inşallah və o gecəni bizləri dərk edənlərdən qərar versin. Bəhsimiz ilahi ədəbdə son olaraq bunu dedik ki, əgər insan ağlından istifadə etməsə, avtomatik nəfs işə düşəcək. Nəfs işə düşsə, ona deyərlər ki, bu adam oldu mütləq azad. Mütləq azadın mənası yəni bi-ədəb. Ədəbsiz. Mütləq azad yalnız Xudavənd-i Mütəaldır. Azadlıq mütləq ancaq Allaha aiddir. Qeyri Allaha mütləq azadlıq aid deyil. İnsan çərçivənin içindədir. Niyə çərçivənin içindədir? Çünki yaxşılıq bu aləmdə nisbidir. Nisbi nə mənada? Çünki qarşılığı var. Məsələn, 110-luq yolda sən 150 sürsün, qanunu pozmuş hesabındasan. Deyək ki, qanun da yoxdur. Amma orada canın xətərdədir. Deməli, hətta maşında yol sürməkdə belə nədir? Mütləq azadlıq yoxdur. Həlakətdir, ölümdür. Orada belə çərçivə var. Yəni, ümumiyyətlə çərçivəsiz insan yaşaya bilməz. Azadlığın özü nəfsə yox. Yəni, fiziki bədənə yox. Ruha aiddir. Əgər birdən ruh tam tabi olsa Allaha, tam itaət etsə, 100% itaət etsə, onda onlar azad, o da nisbi azad, nə mütləq azad. Yenə mütləq azad nədir? Allah özüdür. Nisbi azad deyəndə, yəni mütləq ola bilməz insan. Niyə? Çünki bu mövcud mümkün mövcuddur. Vacib mövcud deyil ki, əqaiddə oxuyursunuz, mövcud 2 yerə bölünür. Ya vacibul vücuddur, ya mümkünül vücuddur. Yəni, ya vücudu vacibdir, Allahdır, ya vücudu mümkündür, qeyri Allahdır. Bir də vücudu mümtəni var ki, vücudu imtina olunub. Yəni, Allahın şəriki yoxdur.
Nəinki olmağı mümkün idi. Amma mövcud olmayıb. Belə bir şey yoxdur. O əqaid bəhsidir. Deməli, əgər insan ağlından istifadə etməsə, avtomatik nəfs düşəcək işə, nəfs işə düşsə, olacaq iblisin yolunda mütləq azad. Əlbəttə, iblisin yolunda olsun belə mütləq azadlıq nədir? Yoxdur, o da nisbidir. Dedim axı, mövcud mümkündür. Mövcud mümkün olduğuna görə, yəni mümkünül mövcud olduğuna görə, orada hər şey nisbidir. Orada mütləq heç nə yoxdur. Yəni, mən mütləq, belə deyək, bu yolu gedib qurtaracağam. Sözü yoxdur. Mütləq yoxdur. Nisbidir. Allahın yolundan çıxsın, hansısa bir yola düşəcəksən, yoxsa yolsuzluqdur. Yolsuzluq sözü yoxdur. Allahın yolundan çıxırsansa, iblisin yoluna düşürsən. Deməli, ağıldan kənar düşsün, çıxsın, ağıldan kənar düşsün, hara düşəcəksən? Nəfsin yoluna. Nəfs də səni düz aparacaq şeyə. Əlbəttə, vədə verəcək ki, mən səni mütləq azad eləyəcəm. Adəmlə Həvva, iblis deyəndə ki, yi bunu, bu ağacı idi, neydisə, yi bunu. Adəm soruşdu ki, niyə? Orada iblis dedi Adəmə, qaseməhuma, Adəmlə Həvvaya and içdi. Dedi, Allaha and olsun. Allah ona görə icazə vermir. Bu ağacdan yiyəsiz ki, ya əbədi olacaqsınız, ya mələk olacaqsınız. Yəni, qoymur sizi Allah yiyəsiz. Yiyəsiz ya əbədi olacaqsınız, ya mələk. Orada dedilər, qoy yiyək. Ya mələk olarıq, ya əbədi. Allah da qoymur yeməyən. Nəsə Həvva girdi Adəmin qılığına, yedizdirdi. İndi bunlar Allahın sözünə baxmadılar, iblisin sözünə baxdılar. Ola bilərdi o ağacdan yeməsəydilər. Əbədi olacaqdılar. Ya mələk olacaqdılar. Amma Xudavənd Mütəal buyurur ki, mənim sözümə baxsaydınız, mələk yox, mələkdən də yuxarı qalxacaqdınız. Subut Əmir əl-Möminin. Mələkdən yuxarı keçdi. Subut Rasulullah. Keçdi mələkdən yuxarı. Dilər getdi Meyraca, Meyracda bir də gördü Rasulullah ki, tək gedir. Bilirsiniz də? Geri baxanda gördü ki, Cəbrail əleyhissalam gəlmir. Dedi, qardaşım, niyə gəlmirsən? Dedi, buradan o yana, bu xəttdən o yana keçsəm, şəhpərlərim yanar. Buradan o yana mənlik deyil, tək gedəcəksən. Yəni, keçdi mələki. Amma yeməmişdi ki. Mələki keçdi. Yəni, əslində iblis Adəmi allatdı. Adəm də unutdu. Unutmasaydı, yaxşı olardı. İndi deyək ki, yiyəcəkdilər, əbədi olacaqdılar, deyək, əksin deyək. Yenə də yedilər, əbədi olmadılar. Bəlkə Allah icazə versəydi, yiyib əbədi olacaqdılar. Çünki iblisin sözü ilə getdilər, yedilər, əbədi də olmadılar. Fikrimi çatdıra bildin? Yenə də söz hara qayıtdı? İblisin əmrinə. İblis də ki, insana vədə verər, amma vədəsi nədir? Xilafdır. Quranda Xudavənd Mütəal buyurur ki, iblis sizə fəqirlik vədəsi verir. Amma mən sizə qəni olmaq vədəsi verirəm. Mən sizi qəni eləyəcəyim. Amma iblis sizi fəqirə dəvət eləyir. Yəni, heçliyə. Deməli, heyvanın rəftar yolu nəfsdən keçir. İnsanın rəftar yolu ağıldan keçir. Və budur heyvanla insanın fərqi. Yəni, insan
Ağlı ilə, heyvan nəfsi ilə. İndi birdən insan insani ədəbə riayət eləsə, ilahi ədəblə paralel hərəkət eləyəcək. Birdən biədəb olsa, nədir? İman olmayacaq. Orada ilahi ədəb şərtdir. Əgər birdən ilahi ədəbə riayət etməsə, iman olmayacaq. Amma birdən bir nəfər böyüklərin yanında ayağını uzatsa, insan kafir olmaz. Düzdür? Əgər birdən imanı olsa, imanına da xələl gəlməz. Ayaqda da uzadıb. Amma Allahla münasibəti pozsa, ilahi ədəbi pozsa, birbaşa imanına zərər gələcək. Deməli, ilahi ədəbin əksi nədir? Küfrüdür. Amma insani ədəbin əksi küfür deyil. Orada heç bir narahatçılıq nədir? Yoxdur. Sadəcə olaraq deyərlər ki, yaxşı deyildi, ayaqlarını uzatmışdı məsələn. Yaxşı deyildi. Bu misal deyirəm ha bunu. Ayağı uzatmaq əslində biədəblik deyil. Misal ərz edirəm. Təqribən bu mövzu haqqında bizim orta həddə bəhsimiz oldu. Dedik ki, ədəbin kökü, özülü ağıldır. Həyatın mayası da nədir? İnsani həyatın mayası da ağıldır. Yəni, ədəbin də kökü ağıldır. İnsani bünövrə də nədir? Ağıldır. Əgər bunun da kökü ağıldırsa, onun da kökü ağıldırsa, bunlar bir-birinə zidd ola bilərlər? Xeyr. Əslində bir-birlərini nə edirlər? Tamamlayırlar və möhkəmləndirirlər. Bunda diqqət eləmək lazımdır. Biz hələ özülü bəhs edirik. Birdən özülümüz həll olsa, sonra nə tikirsiniz tikün də? Kubiklə tikün, kərpiclə tikün, alçıbanla tikün, taxta ilə tikün. Nə ilə tikirsən tik özün bilərsən. Hərə bir şeylə tikəcək. Amma əsas nədir? Özülü başa düşək ki, ilahi ədəbdə özül nədir? Deməli, insan həyatını kamil qurmaq istəsə nədən istifadə etməlidir? Ağıldan. İnsan istəsə ilahi ədəbi yerinə yetirsin. Kökü nədir? Ağıl. Onun da kökü ağıldır. Bunun da kökü nədir? Ağıldır. İkisi də bir bünövrə üstündə qurulub. İkisi də bir bünövrə üstündə qurulubsa, bunlar bir-birinə zidd ola bilməz. Bir-birinə nədir? Paralel hərəkət eləyəcəklər. Deməli, əxlaq alimlərinin nəzərində, ya mərifət alimlərinin nəzərində ədəbi böldük iki yerə. Dedik ki, insani ədəbdir və ilahi ədəb. Yorulmayın bu cümlədən. Ki, mən hər dəfə ilahi ədəbdə insani ədəb sözün bir 5 dəfə məsələn deyirəm, ilahi ədəb sözün bir 5 dəfə çəkirəm. Bundan yorulmayın. Onsuz da elə bir 100 dərs, 150 dərs qabaqda var. Bu bəhs, elə hər dərsdə də bunun adı nədir? Çəkəcəyik. Çünki bəhsin, belə deyək, baş rolu, mövzusu nədir? İlahi ədəbdir. İnsani ədəb olsun, ya ilahi ədəb olsun, hər ikisinin kökü nədir? Dedik, ağıldır. Deməli, insan həyatını kamil qurmaq istəyirsə, yəni insani ədəb, kökü, meyar, ağıldır. İnsan istəsə Allahla, yəni məxluq istəsə Xaliqlə rabitəsini bərqərar eləsin, meyar, milak, bünövrə, kök nədir? Ağıldır. Onda da ağıldır, bunda da ağıldır. Dedik ki, insani ədəbin kökü nəzəri ağıldır. Amma ilahi ədəbin kökü nədir? Əməli ağıldır. Yenə deyirəm, ağıl iki cür deyil. Ağıl bir dənədir. Əgər beyində durubsa, dayanıbsa, nəzəridir, o beyindən çölə çıxıb, əzalarda çöldə görsənirsə əməlidir. Yəni artıq ağıl əmələ keçib. Qaranlıq elə bax buradadır. Bir də görsən, bəzi insanlar sual verir də,
Ya misal üçün bizim danışdığımızdan götürür. Belə düşünür ki, deyir, hə, Səxavət dedi ki, dərsdə ağıl 2 dənədir. Mən demədim ağıl 2 dənədir. Dedim ağıl 2 yerə bölünür. Ağıl 1 dənədir. 2 dənə deyil. 2 yerə bölünür. 2 yerə bölünür bizim dilimizdə. Biz axı bir-birimizi başa salmalıyıq, ona görə bölürük. Əgər bir-birimizi başa salmayacaqıqsa, onu heç bölməyə də nədir ehtiyac yox idi. Adəm Peyğəmbər namaz qılırdı. O birinci insandı. Ağlı 2 yerə bölmürdü, ondaki bölüm yox idi. İndi başlamışıq da bölməyə. Ondaki bölüm yox idi. Adəm Allahı zehnində, ağlında, qəlbində qəbul etmişdi və ona yəqin etmişdi. Ona deyirlər əqli nəzəri. Sonra başladı namaz qılmağa. İbadət eləməyə. Əzalarında başladı o görsənməyə. Görsənəndə ağıl keçdi əmələ. Ağıl əmələ keçəndə həmən ağıl. Əmələ keçəndə dedilər nədir? Buna deyirlər əqli, əməli. Və illa ağıl 2 dənədir. Biri orada, biri burada. Bunu əldə etməmsənsə, heç olmasa bunu əldə elə. Belə söhbət nədir? Yoxdur. Əgər desələr ki, filan kəs ağılsızdır, soruşmurlar ki, əqli əməlisi yoxdur, yoxsa əqli nəzər, bunu soruşmurlar ki, ağlı yoxdur ya var. Varsa bir dənədir. Sadəcə olaraq zehində bir formadadır. Çölə çıxanda bir formada. Əlbəttə, bəlkə bu cümləmdə də problem ola bilər. O forma deyirəm birdən, o cümlədə də problem ola bilər. Hər hal. Belə bir cümlə işlədirlər. Deyirlər ki, ağlın nəticəsi və səmərəsi ədəbdir. Birdən belə bir cümlə işlətsələr, deyirlər, cümlə düzdür. Ağlın nəticəsi və səmərəsi. Səmərə olmaq üçün, yəni meyvə əldə etmək üçün ağac lazımdır. Deməli, ağacı bənzədün ağla, meyvəsi ədəbdir. Aydın oldu? Hə, ağlın nəticəsi, ağıl sonda insana nə verməlidir? İlahi ədəb. Vermirsə, deməli bu aldanıb, nəfsinə inanıb, nəfsinin sözü ilə oturub durub. Amma elə bilib nədir ağıldır? Deyir, ağlım mənə dedi ki, o bizdə belə bir söz var, deyir, kör şeytan deyir ki, kör şeytan deyir ki, belə elə. Bu şeytan adını kör niyə qoyublar ki? Bir şey ki, kördür, səni nə göstərə bilər? Allah rəhmət eləsin o böyüklərimizi, o qocaları. Yaxşı deyiblər. Dəli şeytan deyir ki, belə elə. Kör şeytan deyir, belə elə. Ha, bu dəlidirsə, dəli sənə yol göstərə bilməz. Kördürsə, kör heç yol göstərə bilməz. Kör şeytanın sözünə baxıb, hara gedib çıxarsan, bir addım da ata bilməzsən. Quranda Bəqərə surəsində Xudavənd Mütəal buyurur ki, onların intizarı ildırımın işığına qədərdir. Onların intizarı ildırımın işığına qədərdir. Elə ki, ildırım çaxır, onların gözləri yerə baxar. İşıq olar, ildırımın işığı nə ilə çəkər? 2 saniyə. 2 saniyəyə qabağında nə qədər görə bilərsən? Uzağı 1 addım. 1 addımdan sonra yenə nədir intizarın, yenə ildırımın nədir? İşığıdır. Amma onlar ki, kamil hərəkət eləyiblər. Onların ruhları daim nuranidir. Ehtiyac yoxdur onlar üçün ildırımın işığına intizarları olsun. Allahın nuru səmavat vələrz. Göylərlə yerin nuru kimdir? Allaha məxsusdur. Allah özü nurdur. İmam Hüseyin əleyhissalam Ərəfə duasında gözəl bir cümləsi var. Buyurur, İlahi sən haçan olmamısan, indi varlığa mən dəlil götürüm. Sən haçan olmamsan, varlığa dəlil götürüm indi.
Yəni sən həmişə olmusan. Ustad Cavad Amili Ağanın qəşəng bir cümləsi var. Çox qəşəng cümlədir. Sadəcə olaraq insandır da. Zəif məxluqdur. Deyir ki, ustad buyurur, hər şeydən əvvəl bu aləmdə birinci Allah görsənir. Sadəcə olaraq insan onu görə bilmir. Hər şeydən əvvəl birinci Allah görsənir. Əqaid elmində o məntiqdə belə şey deyərlər də, bədihiyyat. Bədihi nə deməkdir? Bədihi odur ki, onun tərifə ehtiyacı yoxdur. Siz məndən soruşursunuz, bu nədir? Deyirəm, stəkan. Sonra sən stəkanı tərif elə. Stəkanı tərif eləməzlər ki, stəkanın tərifə ehtiyacı yoxdur, bədihidir. Yəni, adını demək həmən, başa düşünülməsi həmən. Ustad buyurur ki, yeganə şeydir. Hər bir şeydən əvvəl Allahın isbat və dəlilə ehtiyacı olmaması. Yəni, hər şeydən qabaq birinci Allah görsənir. Və bədihiyyatdır. Tərifə ehtiyacı yoxdur. Sadəcə olaraq bəzi insanlar var ki, dəlil istəyərlər. Dəlili də niyə istəyirlər? Məqsədləri Allahı qəbul etmək deyil. Həzrəti Rəsulullah'a dedilər ki, sən kimsən? Bunu tanımırsınız məni. Dedi, yox, iddia eləyirsən. Dedi, iddia eləmirəm, deyirəm mən Peyğəmbərəm. Allah göndərim. Peyğəmbərliyi isbat eləyə bilərsən? Buyurdu, neyniyim sizin üçün? Əslində Peyğəmbər bunu deməməlidir. Neyniyim sizin üçün? Yəni deməməlidir. Heç Salmana demişdi. Ya Miqdada, Əbazərə, Əmmara demişdi. Onlar soruşmuşdular Peyğəmbərdən ki, bir möcüzə icad elə, bilək Peyğəmbərsən yoxsa yox. Deməmişdilər. Çox qəribə deyə, Əmmar deməyib, Əbazər deməyib, Miqdad deməyib, Salman deməyib, amma Əbu Ləhəb, Əbu Cəhl möcüzə istəyir. Çünki onlar möcüzəlik deyirlər. Möcüzə bunlar üçündür. Dinləyiniyim sizin üçün. Rasulullah o qədər aşağı gəlib ta insan hidayət ola. İstəmir ki, Əbu Ləhəb də cəhənnəmə geçsin. Əbu Cəhl, Əbu Süfyan istəmir cəhənnəmə geçsinlər. Bir də, ayı böl. Ay böl. Ay bölün. Ay bölündə qəbul etmədilər. Bəs məqsəd nə idi? Məqsəd hidayət olmaq deyildi. Məqsəd Rasulullah özünü, o iddiasını möcüzə ilə möhkəmləndirsin deyildi. Peyğəmbərin də onlara möcüzə göstərməsi düzdür, əvvəli hidayətləri üçündür. Amma sonu nə oldu? Sonu çox çətin oldu. Əslində onlar istəməsəydilər ayın bölünməsini daha yaxşı olardı. Bəzi insanlar var, Peyğəmbər hidayət eləyəndə onları aşağı götürür. Bəzi insanlar var, Peyğəmbər onları hidayəti üçün onların şirkini daha da gücləndirir. İnsan belədir. Bir dənə cümlə ilə deyim, keçək üstündən. Burada çox dayanmayayım. Deyirlər, qiyamət olacaq. Qiyamətdən sonra bilirsiniz, cənnətin yolu cəhənnəmdəndir. Yəni girirlər cəhənnəmə, cəhənnəmdən keçirlər cənnətə. Yol oradandır. İndi Ağa Rasulullah da qabaqda daxil olur cəhənnəmə ki, oradan keçsinlər cənnətə. Yol oradandır. Ağa Rasulullah cəhənnəmin yanından keçəndə cəhənnəm odu sönər. Əlbəttə sönər. Peyğəmbərdir. Od sönəndə Peyğəmbər astalayar addımlarını. Gec keçsin. Az da olsa cəhənnəm əhli biraz amanda olsun. Az da olsa. O miqdar.
Onlar nə dedilər? Onlar qışqırdılar. Hədis deyirəm ha sizə. Deyir, onlar qışqırdılar. İndi harasa. Ya o mələklərə dedilər, o səs gələn tərəfə. Qışqırdılar. Bu kişini buradan tez keçirdin. Cəhənnəm odunda yanmağa razıyıq. Onu görmək istəmirik. Təsəvvür edirsən? Kin-kudurəti görsən, insanda nə qədər kin-kudurət olar? Kin qəlbin içində deyil, kudurət qəlbin içindədir. Külək əsər, külək əsər. Amma toz-tozanaq onun kədəridir. Kinin kədəridir toz-tozanaq. O qədər hopub canlarına insaniyyətdən bir damcı da qalmayıb. Təsəvvür edirsiniz? Zərrə qədər də insaniyyətdən qalmayıb. Örtülüb, insaniyyətin üstü örtülüb, vicdanın üstü örtülüb. Deyir, demirləri Peyğəmbər, deyirlər, bu kişi buradan tez keçsin, cəhənnəm odunda yanmağa razıyıq, onun üzün görməyək. Onlar, bilirsiniz niyə? Bir mənası da budur. Özlərinin cəhənnəmə düşməyinin səbəbkarı onu bilirlər. Bu ayrıca bir mövzudur. Quranda var. İblis Allaha deyir ki, sən məni belə elədin. Mövzuya baxa. İblis öz elədiklərini görmədi. Allaha deyir ki, Quranda, deyir, sən məni belə elədin. Yəni, sən mənə dedin, səcdə elə, mən etmədim. Düşdüm bu günə. Deməsəydin mənə onu, mən heç bu günə düşməzdim. Yəni, sən elədin bunu. Qoydu Allahın boynuna. İblis bütün elədiklərini qoydu Allahın boynuna. Bu da bir ayrıcı mövzudur. Əmir əl-Möminindən belə bir rivayət var, Biharulən var. Əl-adabu təlqihul əfham və nətayicul əzhan. O ki bir cümlə dedim ha, dedim bu cümlə düzdür. Ağlın nəticəsi və bəhrəsi, meyvəsi ədəbdir cümləsi dedim ki nədir? Düzdür. O da söykənir nəyə? Rivayətə. Təlqih, yəni ağaca calaq vurarsan ha. Ona deyir təlqih, yəni calaq. Əzhan zehin sözünün cəmidir. Əzhan, yəni zehinlər. Buradakı zehin mənası ağıl mənasındadır. Nə bizim başa düşdüyümüz zehin, ağıl mənasındadır. Deməli, düşüncələrin calağı peyvəndi ədəbdir. Düşüncənin calağı nədir? Ədəbdir. Yəni, istəsən yaxşı pöhrələnsin, yaxşı tutsun. İndi bugün belədir də, bilmirəm, indi qədimdə necə olur, mən bağban deyiləm. Amma indi deyirlər, misal üçün, ağac alanda yersən ağac almağa, 100 dənə ağacdan onun 98-i peyvənd satılır, calaq satılır. Alanda birinci soruşur, calaqdır yoxsa yox, armud istəyir alsın, calaqdır yoxsa yox. Deyir, calaq deyil, almır. Deyir, calaqdır, alır. Çünki calaq daha yaxşı tutur. Daha yaxşı meyvə verir və s. Yəqin ona görədir. Mən yenə deyirəm, bağban deyiləm. O qədər məlumatım yoxdur. Buyurur, fəhmin, düşüncənin calağı nədir? Ədəbdir. Yəni, ədəbi düşüncəyə calaq eləmək lazımdır. Ədəbi düşüncəyə calaq eləmək lazımdır. Mənası budur ki, düşüncə kökdür, əsildir. Calaq sonradan ona yapışan şeydir. Calaq ona peyvənd olur. Amma peyvəndi nəyə eləyərsən? Bir əsli, bir köklü ağac olmalıdır ki, qıraqdan neysə ona nə deyir? Calaq eləyəsən. Deməli, ədəbi düşüncəyə calaq eləyəcəksən. Düşüncə nədir? Kök. Dalıcan deyir və nətayicul əzhan. Yəni, ağılın nəticəsidir. Deməli, ağıl kökdür, əsildir. Əslin üstündə nə eləyəcəksən? Calaq vuracaqsan. O calaq nədir?
ədəbdir ki, qıraqdan gəlib. Ədəbdir ki, qıraqdan gəlib. Nə dedik? Dedik ki, ədəb iki cürdür, insani və ilahi. İnsani ədəb nədir? İnsanın özündədir. Amma ilahi ədəb iktisabidir. O neydi? O hədiyyə idi. Bu iktisabidir. Yəni kəsbidir. İlahi ədəbi əldə etməsən adam ola bilməzsən. O qıraqdan gəlir. Qıraqdan gəlirsə nədir? Calaqdır. Köklü bir ağac tapırsan, kökü salamat və uzun ömürlü, rışalarında xəstəliyi olmayan, salamat bir dənə kök tapırsan, sonra calağı onun üstündə nədir? Qurursan. Ədəbi nəfsin üstündə qura bilməzsən. Nəfs, o misalı həmişə belə deyirlər də, deyir, Allah bağbandır. Allah bağbandır. Yer kürəsində, indi mən yer kürəsi deyirəm. Allah bağbandır, yer kürəsində kamil ağaclar əkib. Yəni rəsullar. Bağbanın işi bağı suvarmaqdır. Məqsədi bağbanın ətrafdakı otları, tikanları sulamaq deyil. Məqsədi ağacı sulamaqdır. Ot olmayan yerdə, ağacın yanında, heç kəs deyə bilməz ki, buradan ot bitəcək. Otun, tikanın bitməsi kəllə kötürdür deyərik. Yəni gah oradan bitər, gah bu. Ağac bilinir hardan bitir. Amma otun, tikanın bitməsi məlum deyil. Hardan gəldi bitə bilər. Zalimlər, kafirlər hardan gəldi bitənlərdir. Əsl kamil insanlardır ki, Allah onların bağbanlarıdır. Allah onları suvarır. Amma bunlar da nədir? Ətrafında kəllə kötür kimi oradan buradan çıxırlar. Çıxacaqlar da. Yəni necə adi bağban bağa baxanda tikanlar çıxır, nə tikan çıxır? Yerdən. Yerdən çıxmır bəzən tikan. Qızıl gülün üstündə başdan ayağa tikandır hamısı. Necə dözür ona qızıl gül? Başdan ayağa tikandır. Ehtiyatlı ol, tikanı əlvə batmasın. Nə var qızıl gülü iynəyəcəksən. Yəni sən qızıl gülə çatana qədər o qədər kafir və zalim var. Heç biri öz əcəli ilə dünyasını dəyişməyib. 12 dənədir, yəni 14 məsum götürürüksə 14 dənə məsum. Bax, dünən dəfn oldu Əmir Əl-Möminin. İkinci Qədir gecəsi. Birinci Qədir gecəsi zərbətlənib, ikinci Qədir gecəsi dəfn olub, üçüncü Qədir gecəsi üçüdür, dördüncü ehtimal olunan Qədir gecəsi 7-sidir. Yəni 4 dənə Qədir gecəsi var, 4-ü Əmir Əl-Mömininlə rabitəlidir. Yəni Qədir gecəsinin əsl mahiyyəti, birdən Qədir gecəsi vücuda düşsə Əmir Əl-Mömininin vücuduna gələr. O vücudda görsənər. Dərk eləmək istəyirsən Qədir gecəsinin, İmam Zaman ağanın vücudunu bax, gör. Yəni onun vücuduna baxırsansa, onun cəmalını görürsənsə, sən Qədir gecəsini görmüsən. Yaxud bunun cəmalını görmək istəyirsənsə, Qədir gecəsini dərk etməlisən. Ya buradan ora get, ya oradan bura gəl. Hər iki halda söhbət məsumdan gedir. Elə belə deyil. Xudavənd-i Mütəal 365 gün qərar verir bir ilin içində və onu xülasə eləyə 30 gündə, onu xülasə eləyə bir gündə, günü də ləğv eləyə, xülasə eləyə gecəsində, hə? Və o gecədən söhbət gedir. O gecə, o məxsus gecə, o da bağlıdır Əmir Əl-Mömininlə. Yəni Əhl-i Beytlə bağlı olduğu o gecə,
ki, Əhl-i Beytlə bağlıdır. Deməli, əsl mahiyyət elə nədir? Əhl-i Beytdir. Tənəzzəlul mələikətü və ruhu fiha bi-izni rabbihim min kulli əmr. Bütün işlər oradan gəlir. Deməli, bu rivayətin məzmunu budur ki, ağlın təsiri birbaşa ədəbədir. Ağlın təsiri birbaşa ədəbə. Ağlın da nəticəsi, səmərəsi nədir? Ədəbdir. Yəni, ədəb ağlın sonudur. Son deyəndə, sən belə başa düşmə nəyinsə sonu var. Mənəvi aləmdə son yoxdur. Orada sonsuzluqdur. Ədəb də ağlın pöhrələnməsinə nədir? Səbəbdir. İnnə bizəvil uqul minəl hacəti iləl ədəb kəma yəzməu zər'u iləl mətar. Əmir əl-Möminin buyurur ki, necə əkin yağış suyuna ehtiyacı var, ədəbin də ağla o cür ehtiyacı var. Yəni, demək istəyir ki, Əmir əl-Möminin ədəb ağıldan bir an ayrıla bilməz. Ayrıldı, puç olacaq. Heç olacaq. Deməli, ağıl üstə gəl, ədəb, kamil insan. Ağıl üstə gəl, bi-ədəb, nədir? Kafir. Yəni, ağılsız bir varlıq. Ağılsız bir varlıq oxşayar heyvana, bəlkə nədir? Bəlhum əzəl. Bəlkə ondan aşağı. Kullu şeyin yuhtacı iləl əql vəl əqlu yuhtacı iləl ədəb. Belə bir rivayətdir. Buyurur, hər bir şey ağla möhtacdır. Belə deyək, hər şeyin ağla möhtac olduğu zaman ağıl da ədəbə möhtacdır. Bunun mənası nədir? Bunun mənası o deyil, ağıl ədəbdən sonradır. Xeyr. İnsanlar bağbanlıq eləyirlərsə, deyirlər ki, filan kəs bağbandır. Siz dünyaya baxmıyorsunuz. Dünyaya baxmıyorsunuz. Əsl bağban odur ki, əkdiyi ağacların hamısı bar versin. Əsl bağban odur. Və illa meşələr var ki, milyonlarla şam ağacın Allah özü əkib. Allah özü əkib. Bağbanın işi bağ salmaqda. Qərəzi, məqsədi meyvəsini yeməsidir. Deməli, bağban ona deyirlər ki, əkə, bağ yarada və o bağda bütün ağaclar bar verə, meyvə verə. Yenə deyirəm, bir nəfər 1000 dənə şam ağacı əksə, 1 hektarda. Ona deməzlər, bu bağbandır. Buna bağban deməzlər. Bağban odur ki, məsələn, 1000 dənə bar verən ağac əkə. İndi sual verirəm sizə, retorik. Əgər bağban o adama deyirlər ki, bağda yalnız bar verən ağaclar əksin, əgər yeməyəcəksə, yeməyəcəksə ondan, istifadə etməyəcəksə bəhrəsindən, onu niyə salır o bağı? Onda elə ged şam ağacı ək də. Mən şam ağacını istəmirəm aşağı götürəm. Şam ağacının xeyri var. Toz-tozanağı yığır. İnsana təmiz hava verir. Onlar başqa. Amma o bağban deyil. Yenə deyirəm, bağban odur ki, bəhrəsindən istifadə eləyir. Deməli, ağıl, o ki deyirlər, hər bir şey ağla möhtac ikən, ağıl da ədəbə möhtacdır. Bu cümlə o demək deyil ki, ağıl ədəbdən sonradır. Mənası budur ki, ağıl ağacdır, istəyir bəhrəsini yiyə. Bəhrəsini yemək istəyir. Ona görə ağıl da ədəbə möhtacdır, bu mənadadır. Nə o mənada ki, ağıl ədəbdən sonradır. Mənası o deyil.
Bu da Əmir əl-Möminindəndir. Pəs buyurur, hər bir şey ağla möhtacdır və ağıl ədəbə möhtacdır. Bu da, belə deyək, insanla heyvanın başqa bir ağıl və ədəbdə fərqi. Elhamdülillahi Rabbil aləmin. Peyğəmbər və əhl-i beytinə salavat edəyək.